Subbakalavrlar, bunu bilirdinizmi? Azərbaycanda iki universitet yalnız öz nəzdində olan kollecləri bitirən məzunları qəbul edir. Mən buna ümumiyyətlə kollecinə ya çıxmaq kimi baxıram. Bu yaxşı bir haldır. Bu universitetlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Həmçinin Azərbaycan Texniki Universiteti ki, yalnız öz nəzdində kollecləri bitirmiş məzunları qəbul edir. Bu artıq bu ildən 2 ildir ki, bu proses bu formada həyata keçiriləcək. Bunun üstünlüyü odur ki, digər kolleclər qəbul olmayanda öz nəzdindəki kollecləri bitirən subbakalavrların demək olar ki, böyük qismi yerləşə bilir. Bu hansı kolleclərdir? Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tabeliyində 2 kollec var. Onlar deməli Sənaye və Texnologiya kollecidir. Həmçinin Bakı Neft Energetika kollecidir ki, bu 2 kolleci bitirənlər yalnız Neft və Sənaye Universitetini seçə bilərlər. Texniki Universiteti isə deməli Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci, eləcə də Bakı Texniki kollecinin məzunları Texniki Universiteti seçə bilərlər. Bu kolleclərin məzunları digər universitetləri də seçə bilirlər. Yalnız nəzdində olan universitetləri isə həmin kolleclərin məzunları seçə bilər. Yəni misal üçün belə deyək, İsmayıldakı və yaxud da Qazaxdakı, Lənkərandakı kolleci bitirən məzunlar Texniki Universiteti və Neft və Sənaye Universitetini seçə bilmirlər. Çünki onlar yalnız öz nəzdində olan kollecləri bitirmiş məzunlara üstünlük verirlər. Deməli, kollecə ixtisas seçimi edərkən mütləq belə nüansları nəzərə alın. Düzgün ixtisas seçimi və məsləhətləşmək üçün 051 346 14 38 mobil nömrələ əlaqə saxlaya bilərsiniz. Bəs sizi maraqlandıran sual nədir?